Mehman Xudaşüroğlu Əliyev 2002-ci ilin 1 yanvarında Neftçala rayonunun Xolqarabucaq kəndində dünyaya göz açmışdı. Öz yaşıdlarından igidliyi ilə seçilirdi. Vətənə, bayrağa qarşı dərin sevgisi olan Mehman elə məktəb illərində də həmişə bu sevgini nümayiş etdirirdi. Ev işlərində anasına, kənd təsərrüfatı işlərində isə atasına böyük dayaq durardı. Mehmanın anım günündə onun evinə yığılan qohumlar, rayon rəsmiləri, ictimaiyyət elə bu haqda ağız dolusu danışdı. Faiq Həziyev adına Xolqarabucaq kənd tam orta məktəbini bitirən Mehman, Azərbaycan ordusunun əskəri kimi 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsinə qatılır. O qəhrəmanlıqla vuruşaraq düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Uşaq vaxtı zirək, özü uşaq olub, böyüklə, kiçiklə dil tapıb danışan, zirək olub. Özü balaca olub, amma böyük qardaşlara görə yol göstərən idi. İndi qardaşların işi dalı qalanda deyir, qardaşım yanımda olsaydı darıxmazdı. Döyüşlərdə düşmənə qarşı olduqca amansız olub Mehman. 18 yaşlı qəhrəmanın ən böyük arzusu vətəni bütöv görmək idi. Mehman Əliyev elə həmin döyüşlərin birində oktyabrın 29-da Xocavənddə qəhrəmancasına şəhid olur. Mehmanın atası Xudaşür kişi deyir ki, onun oğlu kimi qəhrəmanların sayəsində bugün dövlətimiz vahiddir, sarsılmazdı. Vətənimin hər qarış torpağı canımdan da əzizdir. Mən şəxsən bir şəhid valideyn kimi oğlumla fəxr edirəm ki, beləncə oğul, qəhrəman oğul yetişdirmişik. Bugün bizim o torpaqlarımızda bayrağımız dalğalanır. Alnımızdan ləkəni götürdülər bizim balalarımız, bütün şəhid balalarımız. Yəni, bu günləri mənim sevincimin hətta yoxdur ki, o torpaqlarda bizim ölkə başçımız gəzir. O torpaqlarda bayrağı qaldırdı Xankəndidə. O torpaqlarda bizim əskərlərimiz parad keçirtdi. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına görə Mehman Xudaşüroğlu Əliyev 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, Xocavəndin azad olunmasına görə və vətən uğrunda medalları ilə təltif edilib. Əyyub Türkay, Kürçəli Məmmədov, Salyan.